onlar üçün hər saniyə dəyərlidir. Hər çağırışda bir həyat, hər əməliyyatda bir ümid var. Onları heç bir təhlükə qorxutmur. Çünki həyat bahasına həyat qurtaranlar da onlar. Bir insanın həyatını xilas etmək, yəni bu necə gözəl bir his olduğunu, yəni yanğın söndürənlər özləri daha çox gözəl bilərlər. Çünki yanğın söndürmək mərdlik və cəsarət məktəbidir. Həyəcan siqnalı olanda biz bilirik ki, yəni bizə ehtiyac duyulan, bizdən köməklik gözləyən insanlar var. Onların qaçaraq çıxdığı yerə biz ürəklə, cəsarətlə daxil oluruq. Heç bir tərəddüd etmədən insanların köməyinə, yanğınların söndürülməsinə çevik şəkildə müdaxilə edirik. Ümumiyyətlə, yanğın söndürən olmaq dünyada ikinci ən təhlükəli peşələrdən biridir. Köməyə ehtiyacı olan insan bizi arzulayır, yəni biz onun köməyinə çatırıq və bu bizim üçün bir qürurdur, bir şərəfdir. Növbədən çıxarkən istirahət günlərimizdə də hər an, haradasa yanğın hadisəsi baş versə, ora cəm olunmağa hazırıq və bunu öz həyat tərzimizə çevirmişik. Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovla mübarizədə hər an tətikdədirlər. Onlar üçün hər çağırış böyük bir məsuliyyətdir. 24 saatlıq rejimdə çalışmaqsa peşənin ayrılmaz tələblərindən biridir. Əməkdaşlar və özümüz növbəyə daxil olaraq ki, ilk öncə yanğın texniki avadanlıqları, yanğın avtomobilləri təhvil təslimə tam saz vəziyyətə gətirilir. Gün bölgüsünə uyğun olaraq xidmət davam elətdirilir. Qaynaq xəttdən artıq zəng daxil olanda ki, hər hansı bir ünvanda yanğın hadisəsi baş verib, dərhal həyəcan siqnalı verilərək şəxsi heyət yanğın yerinə yürüş edirlər. Hissəyə çağırış daxil oldusa, burada hər dəqiqə, hər an həyati əhəmiyyət daşıyır. Yanğın söndürənlər ən ağır şəraitdə belə xidmətlərini məharətlə yerinə yetirirlər. Üstəlik geyimlərinin 40 kiloqrama yaxın olmasına baxmayaraq, onlar üçün heç bir məhdudiyyət yoxdur. Ən çətin anlarda belə vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Bu zaman nömrələr üzrə, vəzifələr üzrə fəaliyyətimiz başlayır. 30-40 saniyə ərzində avtomobilə əyləşib, yanğın yerinə doğru yürüyüş edirik. Bu zaman kəşfiyyat başlayır. Orientir olaraq harda və nə yanğını olması barəsində bizə məlumat ötürülür. Şəxsiyyət hara gedəcəyini, hansı yanğın, hansı xarakterli yanğınlar olacağı barədə məlumat alır və buna hazır vəziyyətdə olur. Çağırış gələndə onlar zamanla yarışa girirlər. Çünki bir dəqiqəlik gecikmə belə insan taleyini dəyişə bilər. Məhz buna görə də yanğın söndürənlər heç düşünmədən öz həyatlarını riskə ataraq alovun ən təhlükəli nöqtəsinə irəliləyir. Həm insanların həyatını xilas edir, həm də baş verə biləcək digər fəlakətlərin qarşısını alırlar. Bu sürət təkcə peşəkarlıq göstəricisi deyil, həm də insanların həyatına verilən yüksək dəyərdir. Yanğın söndürən olmaq üçün fiziki baxımından, həm də psixoloji baxımından bir sıra xüsusiyyətləri özündə cəmləşdirməlisən. Ağır texniki avadanlıqlardan istifadə etmək, istilik tüstülü zonalarda hərəkət etmək, nəfəs orqanlarından istifadə etmək, hündür mərtəbələrdə, yüksəkliklərdə hərəkət edərkən, yanğınların söndürülməsi zamanı, insanların xilas edilməsi zamanı fiziki güc və soyuqqanlılıq daha vacib, önəmli şərtlərdən biridir. Ən yeni müasir texniki ləvazimatlarla təchiz olunduğuna görə yanğınların söndürülməsi bizdə saniyələr içində baş verir. Çətin sönən yanğınlar olub və yaxud da saatlarla davam edən yanğınlar olub.
Bu neft rezervuarlarında olan yanğınlardır. Boya zavodunda olan yanğın miqyası həddindən artıq çox geniş idi. Kimyəvi maddələr olan bir yer idi. Orada partlayış da baş verə bilirdi. Yanğın anidən öz-özünə daha da alovlana bilirdi. Düzgün istiqamət seçməyimiz nəticəsində ilk çatan bölmə olaraq fərdi yaşayış evlərinə yanğının keçməsinin qarşısına alınmışdır. Sonradan gələn bölmələrin dəstəyi nəticəsində insan tələfatı olmadan söndürməyə nail olmuşuq. Çətin əməliyyatlardan peşəkarlıq göstərərək çıxırıq. Yəni hər hansı bir çətinliklə üzləşəndə, yəni bunlar barədə biz xüsusi təlimlər keçirik. Xüsusi bizdə nəfəs orqanları var, nəfəs almaq üçün. Yəni digər vətəndaşları da xilas etmək üçün, yəni qoşulu vəziyyətdə, yəni digər insanlar da, vətəndaşları da, yəni özümüzlə bərabər xilas edə bilirik. Hərarət çox olan yerlərdə, ən çox da neft rezervuarlarında biz istilik əsl etdirici dərəcə, yəni 800 dərəcəyə qədər 3 dəqiqə ərzində işləyən istilik əsl etdirici dəstlərdən istifadə edirik ki, bu da bizə işimizin asanlaşması üçün daha da kömək olur. Demək olar, bütün yanğınlarda döyüş baltarı bizə kömək edir. Yuxarıdan atılmış, düşən hər hansısa bir yad cisimlər bizim baş nahiyəmizə təmas edə bilər. Bu dəbilqələr var, xüsusi hazırlanmış dəbilqələrdir. Biz onlardan istifadə edirik. Eyni qaydada bizi müəyyən hərarətdən, zərərli maddələrdən bizi qoruyur. Yüksək temperatur, sıx tüstü, dar keçidlər. Fərq etmir, gecədir, yoxsa gündüz. Əməliyyatın gedişini çətinləşdirən amillər də bunlar. Lakin təhlükəyə, hər an dəyişən risklərə baxmayaraq, yanğın söndürənlər heç vaxt geri çəkilmirlər. Onlar üçün geriyə yol yoxdur. Çünki hər addımın arxasında xilas olunmalı həyatlar var. Onların atdığı hər addımın arxasında peşəkarlıq, cəsarət və fədakarlıq dayanır. Məhz buna görə də yanğın söndürənlərin xidməti sadəcə bir iş deyil, böyük iradə, güclü hazırlıq və ən əsası dərin məsuliyyət tələb eləyən şərəfli bir missiyadır. İllər keçdikcə yanğınlara qarşı olan təcrübə daha da artır. Söndürmə işləri apararkən biz orada daha yeni nələrsə öyrənirik, hansı istiqamətdən yaxınlaşmaq lazımdır. Məsəl üçün, bir il öncə bir yaşayış binası var idi Nərmanov ərazisində. Biz yanğına çatarkən qatı tüstülənmə var idi. Gecə vaxtı olduğundan insanlar daha çox evdə olurlar və bu zaman fəlakət daha da böyüyə bilər. Amma biz orada çox peşəkarcasına davrandıq, düzgün istiqamətdən yanaşdıq. Şükürlər olsun ki, orada heç bir tələfat baş vermədi. Azərbaycan xilasediciləri artıq dünya miqyasında da qəhrəmanlıq simvoluna çevriliblər. Təsadüfi deyil ki, bugün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları beynəlxalq səviyyədə etibarlı və peşəkar xilasedici qüvvə kimi tanınır. Rusiya və İsraildəki meşə yanğınlarında, Türkiyədə baş verən təbii fəlakətlərdə, eləcə də zəlzələlər zamanı onlarla insanın həyatını xilas edənlərin göstərdiyi fədakarlıq bir daha sübut etdi ki, insanlıq sərhəd tanımır. 1-2 saat içində təxmini biz Türkiyəyə yollandıq. İlkin olaraq orada yanğınların ən aktiv bölgəsinə ezam olunduq və yanğınları söndürməyə başladıq. Təxmini 18-20 gün ərzində yanğınlarda söndürülməsində iştirak etdik. Dalaman, Marmaris, bu bölgələrdə biz xidmət aparırdıq. Fəaliyyətimiz demək olar ki, dayanmırdı. Biz gecə və gündüz növbələrinə bölünmüşdük, çünki şəxsi heyət yetərincə orada var idi. İlk 5 gün yanğınlar daha aktiv olan günlər demək olar istirahət etmirdik. İstirahət etməyə belə, yəni özümüz istəmirdik, çünki bu yanğınlar sönməli idi. Biz bilirdik ki, başa düşürdük ki, bu yanğınları da biz söndürməliyik, bizim vəzifə borcumuzdur, bunu etməliyik. Bura şəhər mərkəzidir, bura. Zəlzələ baş verən kimi biz dərhal hadisə baş vermiş ərazilərə getdik. Yəni, nə ilə qarşılaşacağımızı bilmirdik. Çünki təcrübəmizdə elə bir hadisə baş verməmişdir, elə bir fəlakət baş verməmişdir. Şəhərə daxil olanda artıq bir şəhərin çökmüş vəziyyətini gördük. Ora getmək bizim üçün vəzifə səlahiyyəti deyildi, insanlıq borcuydu. Bilmirdik ki, çökən binalarda canlı insanlar var ya yox. O qədər tərəddüdlə orada hərəkət edirdik ki, insanların xilas olunmağında, cəsədlərlə rastlaşırdıq, canlılarla rastlaşırdıq. Hər hansısa bir səs, hər hansısa bir yerə toxunuş, canlı insanın bizə demək istədiyi ki, sağam, bizim ona kömək əlimizi uzatmağımızı gözləyir. Gecə saatları idi, 3-4
saat aralığında olardır. Məlumat verildi ki, yəni bir uşağın səsi gəlir. Yəni ora daxil olmaq daha çətin bir vəziyyətdir, çünki çox dərinlikdə idi və ayaqları sıxılmışdı. Gəl bir yana, gəl bir yana çıxın. Gətir. Günlərlə qalıb susuzluqdan, nə bilim, aclıqdan, yəni bir əziyyət çəkir, yəni çox təsirli idi. Onu xilas edəndə bizim əməkdaşların sevinməyi, hamımızın əl çalmağımız, daha da ona yenidən həyat bəxş eləməyimiz, yəni bizi çox duyğulandırdı və sevindirdi. Söküldü ya. Bak, sallanan konu da geldi. Bəzən hər şey saniyələr içində baş verir. Zəlzələ, sürüşmə, daşqın, partlayış və digər fövqəladə hallar. Çevik 26 gözləməm qəbul. Verirəm Çevik 26 qəbulda. Çevik 26 gözləməm kömək ehtiyac var. Aydındır, qəbul. Belə anlarda hadisə yerinə ilk çatanlarsa xüsusi riskli xilas etmə xidmətinin əməkdaşları olur. Xilas etmə əməliyyatı ümumiyyətlə böyük bir riskdir. Yəni hadisə yerində xilas edici müxtəlif cür risklərlə rastlaşır. İlkin olaraq bizim işimiz insanların xilas olunmasıdır. Yəni yanğınlarda əsasən hündür mərtəbəli binalarda qatı tüstülənmələr olur. Yəni biz bilirik ki, binalarda insanlar var. Yəni ilk olaraq yanğınların söndürülməsindən də qabaq birinci işimiz bizim zərər çəkmişlərin və yaxud da insanların təxliyə olunmasıdır. Xidmətdə olduğumuz zaman hər an, hər dəqiqə bizim üçün çağırış ola bilər. Biz hər an çağırışlara hazır vəziyyətdəyik. Düşünmədən bütün çağırışlara, yəni bir dəqiqə ərzində biz çıxmalıyıq, hadisə yerinə gedib çatmalıyıq. Hadisə yerinə ilkin olaraq getdikdə birinci növbə hadisə yeri əməliyyat şəraiti qiymətləndirilir. Ərazi sektorlara bölünür, yəni hadisə yerində iş operativ getsin. Sonra isə təhlükəli maddələr üzrə mütəxəssis ərazini kəşfiyyatını aparır, qrup komandirinə məruzə edir ki, hadisə yerində xilas etmə əməliyyatları aparmaq olar. Ondan sonra hadisə yerində axtarış aparılır. Zərər çəkmişlərin ağır vəziyyətdə olub, hansının daha çox ilkin tibbi yardıma ehtiyacı olduğunu, yanğındırsa, məsələn, orada əsas giriş-çıxışların yerlərini bilməliyik, onları relieflərini bilməliyik. Tam zərər çəkmişin yeri müəyyənləşəndən sonra xüsusi təlim görmüş itlər vasitəsilə ərazidə zərər çəkmişlərin ola biləcəyi yer müəyyənləşir. Sonra termal kameralarla, akustik cihazlarla, yəni zərər çəkmişlərin axtarışını həyata keçirirlər və bunlar tam göründükdən sonra, zərər çəkmişin yeri tam müəyyənləşdikdən sonra, ondan sonra komandirin göstərişi ilə xilas etmə əməliyyatlarına başlayırlar. Əgər yanğın baş verərsə binada və yaxud da digər yerlərdə biz oksigen balonlarını götürüb və dərhal hadisə yerinə tapşırıq verilir. Kim hardan çıxmalıdırsa, hardan, yəni bizim üçün daha uyğundursa, oradan başlayırıq vətəndaşların təxliyəsinə. Özümüzü düşünmədən belə öz oksigen balonumuzu, ələk qazları, onlara istifadə edirik. Onların atdığı hər addım, verdiyi hər qərar insan həyatında həlledici rola malikdir. Məhz buna görə də yüksək fiziki və emosional hazırlıq, çevik düşünmə, sürətli qərar vermə və insan həyatını qorumaq bacarığı bu peşənin ən vacib şərtlərindəndir. Hadisələrdə fərqli-fərqlidir. Məsələn, avtoqəza deyək, ilkin zərər çəkmişlərin baxır, əgər hadisə yerində maşın çevrilibsə, hadisə olubsa, onu elə çıxartmalıyıq ki, o çıxartdıqdan sonra da, məsələn, boyunda problem olubsa, özümüz baxırıq, indi bununla bağlı biz təlimlər keçirik. Boyun şinası qoyuruq, qan axması varsa biz onu ilk növbədə onun qan axmasını dayandırırıq, təcili tibbi yardım xidmətinə qırığı, çıxığı, yəni zədəsi, ən böyük zədəsi hardandır, yəni əsas yerlərini olaraq deyirik biz. Fövqəladə hadisələrdə fövqəladə məsuliyyət göstərən bu çevik qrup üçün nə fəslin fərqi var, nə də gecə ilə gündüzün önəmi. Həyəcan siqnalı gəldisə, onlar dərhal əməliyyat yerinə yönəlirlər, təlimdə olsalar belə.
hadisə yerinə gedən zaman biz özümüzü, öz yaxınlarımızı yəni düşünürük ki, yəni onların yerində bizim öz yaxınlarımız ola bilər. Əlimizdən gələn, özümüzü düşünmədən belə hadisə yerinə getdiyimiz zərər çəkmişlərin, yəni onları düşünürük biz. Onları xilas eləməyə əsas bizim məqsədimiz yəni odur. Onlar hər nə qədər soyuqqanlılıqlarını qorusalar da, xidmət dövründə elə anlar, elə ilk əməliyyatlar olur ki, insanın yaddaşında iz buraxır, ömür boyu unudulmur. Bu təsirli xatirələr həm onların peşəsinə olan bağlılığını gücləndirir, həm də işlərinin insan taleləri üçün necə böyük önəm daşıdığını üzə çıxarır. İlk çağırış həqiqətən də çox yadda qalan olmuşdu. Evdə ehtiyatsızlıq nəticəsində partlayış baş vermişdi. Həmin o partlayış nəticəsində bir ailə böyük bir xəsarət almışdı. Mənim üçün də bir xilasedici olaraq yəni bir ağır hiss idi. Onları xilas etdikdən sonra, baxmayaraq ki, işimi bitirmişəm, ancaq mən yenə də ailə ilə daha yaxından tanış oldum, yanlarına getdim. Günü bu gündə yəni biz onlarla, şəxsən mənim özüm həmin ailə ilə özüm əlaqə saxlayıram, münasibətim çox yaxşıdır. Xırdalan şəhərində partlayış baş vermişdi. Bir nəfər cavan oğlan uçqun altında qalmış, yəni sağ vəziyyətdə idi. Biz səsli axtarış nəticəsində zərər çəkmişin yerini müəyyənləşdirdik. Mən özüm təhlükəsizlik qaydalarına riayət edərək uçqun altına girib, orada zərər çəkmişin ayaq nahiyəsi sıxılıb qalmış vəziyyətdə idi həmin yerdə. Orada psixoloji söhbət apara-apara xilas edib, çıxararaq onu öz yaxınlarına təhvil verdik. Bir xilasedici olmaq mənim üçün həqiqətən çox qürur duyucu bir hissdir. Mən öz işimdən həqiqətən də qürur duyuram. Xilasedici ümumiyyətlə ən şərəfli peşələrdən və ən çətin peşələrdən biridir, xilasedici. Yəni mən xilasedici olmağımla fəxr edirəm. Fövqəladə hallar yalnız yer səviyyəsində deyil, həm də havadan izlənilir və idarə olunur. Bu məqamda ilk xatırlanan güc isə aviasiya dəstəsidir. İri miqyaslı yanğınların söndürülməsi, ən çətin şəraitdə təxliyə və axtarış xilas etmə işlərində aviasiya dəstəsinin imkanları xüsusilə önə çıxır. Hava gəmisini səmaya qaldıran ekipaj bütün proses boyunca koordinasiyalı şəkildə zərgər dəqiqliyi ilə çalışır. Aviasiya dəstəsinin işi çox çətin və şərəfli bir işdir. Biz bu işi yerinə yetirəndə çox qürurla, fərəhlə yerinə yetiririk. Verilən tapşırığı uğurla yerinə yetirməyə çalışırıq. Nə qədər təhlükəli iş olsa da biz heç nədən qorxmuruq, tərəddüd etmirik, öz tapşırığımızı layiqiyyətlə yerinə yetiririk. Xilas etmə işləri görəndə biz onu hansı risklərə gedirik, orada bilirik ki, hər hansı bir can var, onu gözləyən ailəsi var, uşaqları var. Onu riskli olsa biz onu çalışırıq ki, oradan xilas eləyək. Çətin hava şəraitinə düşmüşük. Qalxmışıq, içəridə yaralı olub, biz onu gətirməliyik. Çətin hava şəraitidir. O şəraitdən çıxmaq lazım, başqa onu geriyə qaytarmaq olmaz. Mən onu gətirməliyəm. Uçuş öncə helikopteri tam şəkildə yoxlanmalıdır. Güc qurğuları yanacaq və hansı uçuş yerinə yetirilirsə ona uyğun helikopter hazırlanmalıdır. Ola bilsin ki, yanğın olsun, ona uyğun ya helikopterin gövdəsində aparılır, ya da ki, xarici asılqanla. O məsafədən asılıdır. Ona su boşalma qurğusu bağlanır. 3 tona qədər su götürmə bacarığı var. Əgər xilas etmə işidirsə, helikopterin daxilində SLQ 300 qurğusu yerləşdirilir. Biz özümüzlə baxırıq. Bütün ətrafını fırlanırıq, yuxarı qalxırıq, direktorlara, mühərriklərə baxırıq. Yəni bir kabinaya baxırıq ki, hər hansı bir problem var, yoxdur. Hər insan hamısının gözündən qaça bilər. Yəni texnika elə bir şeydir ki, biz
bura yuxarı texniklər qalxanda, iş görəndə hər bir şey sayla qalxır yuxarı, sayla da düşür. ...2009-cu ildə aviasiya dəstəsində xidmət edirəm. Fəaliyyətim müddətində bütün tapşırıqları uğurla yerinə yetirmişəm. Çətin əməliyyatlar çox olub. Bu il ən çox yadda qalan işğaldan azad olmuş torpaqlarımızı yanğın baş verən söndürəndə orada çətin anlarda minaların partlanması ilə üzləşmişik. 2012-ci ilin aprel ayının 12-sində bir ambarda yanğın olmuşdu. Bu ambarı söndürməkdə çox çətinliklə biz o tapşırığı yerinə yetirdik. Özlük və bacarığımızdan məharətlə istifadə edərək o yanğının genişlənməsinin qarşısını aldıq və heç bir insan tələfatına imkanı yol vermədik. Neftdaşlarında baş verən hadisələr ən çətin əməliyyatlardan biri idi. Sonra biz 17-ci ildə xilas etmə işi görmüşdük. Onlar dənizin ortasında 2 nəfərin canını qurtardıq. Yəni risk elədik həyatımızla, xilas edicinə, hər şeylə risk eləyib o insanları xilas etdik. Tufandağda olan hadisədə helikopter üçün çox çətindir ora oturub enmək. Çünki orada küləyin istiqaməti bilmək olmur, tutmaq olmur. Çox çətindir. Biz orada da uzaq, başı uca çıxdıq. İlk baxışdan pilot işi sadə görünsə də, aviasiya dəstəsində xidmət edən pilotlardan daha çox məsuliyyət, geniş bilik və bacarıq tələb olunur. Hər uçuş, hər manevr fövqəladə vəziyyətlərin tələblərinə tam cavab verməlidir. Bir addım önü görməlisən. Şahmatda necə bir 5 addım önü görəndə daha yaxşıdır. Vertolyotda da, helikopterdə də odur. Bir addım önü görməlisən ki, onu idarə edə biləsən. Təyyarədə başqa cürdür. Rejimi versən uçur. Helikopterdə insanın gözü, beyni, əli, ayağı hamısı işdir, qulaq hamısı işdir. Eyni vaxtda hamısı işlədirik biz. Aviasiya dəstəsinin gücü xarici ölkələrdə baş verən yanğınların söndürülməsində də böyük rol oynayıb. Xarici ölkələrdə aviasiya dəstəsi iştirak edibdir, Rusiyada iştirak edibdir, qardaş Türkiyə, İsraildə də iştirak edibdir. Mən özüm İsraildəki o meşə yanğınlarında iştirak etmişəm. Çətin uçuşları yerinə yetirməkdə. Orada əsas məqsədimiz o idi ki, yanğınların genişlənməsinin qarşısını alaq və fəlakətlərin baş verməsinə qoymuyor. Gürcüstanda, Türkiyədə əsasən oldu. Türkiyədəki yanğınlar da böyük maştablı idi, Gürcüstandakı da böyük maştablı idi. Yəni bizi həqiqətən elə bir yerlərə göndərirdilər ki, çünki o işi öz ölkəmizdə necə görürüksə, orada da elə edirdik. Çünki biz dövlətimizin adından, xalqımızın adından orada iştirak edirdik. Fövqəladə Hallar Nazirliyinin xilasetmə briqadasının izi dənizdə də görünür. Dərin sularda çabalayan insanların köməyinə ilk olaraq dalğıc xilasedicilər çatır. Suyun altında yaranan ən mürəkkəb vəziyyətlərdə belə onlar cəsarətlə səfərbər olur. Xilasedicilər burada hər saniyəsi həyati əhəmiyyət daşıyan su əməliyyatını icra edirlər. Axtarış işləri həm sahildən, həm də sudan katerlə idarə olunur. Komanda koordinasiyalı şəkildə çalışır. Bir tərəfdən ərazi müşahidə edilir, digər yandansa suyun altında görünməyən risklər qiymətləndirilir. Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra əməliyyat şəraiti qiymətləndirilərək dalğıc axtarış qrupları hadisə yerlərinə cəlb olunur. Bəzi hallarda hava şəraiti, hadisənin baş verdiyi ərazi, sualtı relyef axtarışlara müəyyən qədər çətinlik törətsə də, dalğıc xilasedicilər müxtəlif texniki vasitələrdən istifadə etməklə əməliyyat axtarış proseslərini həyata keçirirlər. 1 və 5 dəqiqə ərzində bizim əməliyyatlar olur. Yaxın məsafə və uzaq məsafələrimiz. Dalğıc enmələri 3 metr, 4 metrdən başlayır. Amma bizim 20 metrə qədər enmə qabiliyyətimiz var. Su əməliyyatının ən çətin tərəfi axının sürəti və dərinliyin qeyri-bərabər olmasıdır. Bu səbəbdən də xilasedicilər həm təhlükəsizlik kəmərləri, xüsusi hidrokostyumlar və eləcə də rabitə vasitələri ilə təchiz olunublar. Beləliklə onlar həm suyun üzərində, həm də suyun altında yüksək peşəkarlıqla hərəkət edirlər. Axtarış xilasetmə əməliyyatları zamanı axtarış ərazisindən asılı olaraq asma mühərrikli xilasedici qayıqlardan, hidrosikllardan,
xilas etmə avadanlıqlarından və dalğıc işləri üçün nəzərdə tutulmuş qurğulardan istifadə olunur. Su altında axtarış işləri aparan zaman dalğıclar asma mühərrikli qayıqda onu müşahidə edən sığortalayıcı dalğıcla mütəmadi olaraq radiorabitə və xüsusi kəndirlər vasitəsilə informasiya mübadiləsi həyata keçirirlər. Suda elə vaxt olur ki, biz bunu əlimizi görə bilmirik maskadan. Biz orada axtarışlarımızı artıq vizual, əl axtarışları edirik. Məsələn, olur ki, armatur çıxır. Armatur olur ki, gəlir üzümüzə dəyir, daş olur, qayaya dəyirik. 4 metr dərinliyi isə 1 metr yarımda qurumtdur, 2 metr qurumtdur. İnsan suyun dibinə gedəndə, səhərə qalanda artıq o quruntun içinə girir. Ya əlindən tapırıq, ya paltarının hansısa bir rəngindən tapırıq. Külək güclü olduqda bizim xilas etmə işlərimiz çox çətinləşir. Dalğıc üçün bu olur bir təhlükə. Dalğalar əmələ gəlir, bizim işimizi də çox çətinləşdirir. Küləkli hava da olsa, bu bizim işimiz zaten. Zərər çəkən insanı nəyin yolu nasıl olsa, yəni biz insanı oradan xilas edib ilk tibbi yardımımızı göstəririk. Biz dərhal çağırıla bilərik. Hər hansı bir hadisəyə, yəni kömək ola bilər ki, dalğıc köməyə ehtiyac olarsa, əlavə qüvvə lazım olarsa bizə gecə baxmır orada. Yəni saatı telefonumuz açıq saxlayırıq ki, hər dəqiqə, hər saniyə, hər saat bizə zəng gələ bilər ki, durun gəlin hadisədə, yəni köməyə ehtiyac var dalğıca. İnsanların təhlükəsizliyini təmin etməyə, insanların həyatını qurtarmaq üçün hər an öz işimizi görməyə hazırıq. 2005-ci ildən yaradılan Fövqəladə Hallar Nazirliyi təkcə fövqəladə hallardan müdafiə orqanı deyil, həm də təhlükəsiz gələcəyin təminatçısıdır. Havada, suda və quruda, fərq etmir gecə ya gündüz. Hər dəqiqə, hər an xilas edicilər köməyə gəlməyə hazırdılar. Onların hamısını bir amal birləşdirir. Yardıma ehtiyacı olanlara kömək etmək, fəlakətin hökm sürdüyü anlarda ümid olmaq. Fövqəladə Hallar Nazirliyinin hər bir əməliyyatı bu şərəfli missiyanın davamı, hər bir xilassa bu sözlərin əməli sübutudur.